Ölkəmizdə də çox maraqlı hadisələr baş verir. O siyasi səhnədə bir neçə partiya sədri artıq partiyadan getdiklərini bəyan ediblər. Tahir Kərimli Vəhdət Partiyasının sədri partiyadan getdi və növbəti yerini bir başqa vətəndaşa verdi. Xalq Partiyasının sədri Pənah Hüseyn partiyadan getdiyini bəyan elədi, istefa verdi və müavini onu əvəzləyəcək. Bax, bu proseslər belə davam edir. Sizcə bu nədən xəbər verir? Hətta bugün Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri də partiyadan gedəcəyini deyir. Sizcə bu yenilənmələr nədir? Nədən xəbər verir? Bir məşhur ifadə var. Bir filosofdan soruşurlar ki, əbədi bir şey varmı? O söyləyir, bu dünyada əbədi heç nə yoxdur. Amma əbədi bir şey var. Əvvəl deyir, heç nə yoxdur. O deyir, əbədi bir şey var. O nədir əbədi olan? Yeganə şey. O da deyir, dəyişikliklər. Dəyişikliklər labid, o həmişədir. Və eyni məntiqlə yanaşanda xeyli vaxt ki, partiyalarda da bilirsiniz, eyni şəxslər var idi, mövcuddur və bir çox halda onların fəaliyyəti onu göstərir ki, onlar deməli, cəmiyyətdə xüsusi mövqeyə malik ola bilmirlər. Onların güclü elektoratı yoxdur, sosial bazası yoxdur. Qeydiyyatdan keçmək üçün 5000 nəfər səsinin olması vacibdir ki, partiya üzvlərinin sayı 5000-ə gəlib çatsın. O 5000-i toplama özü böyük bir problemə çevrilirdi. Bunlar hamısı həqiqətdir və hesab edirəm ki, bu çox müsbət hadisədir ki, bir çox partiyalar, eyni zamanda Vəhdət Partiyasıdır, Xalq Partiyasıdır, sonra Ana Vətən Partiyasıdır. Bu partiyanın xüsusi liderlərinin məlum yol seçməsi və artıq yeni liderlərə öz vəzifələrini təhvil verməsi, bu həm də bir siyasi mədəniyyət nümunəsidir. Və əslində bu günləri hakim partiya və digər partiyaların, müxalifət partiyaların siyasi diyaloqunun olması özü bir siyasi pluralizmdir, siyasi mədəniyyətin mühüm elementidir. Və biz bilirik ki, müxtəlif televiziya kanallarında, məsələn, mən özüm də şəxsən dəfələrlə, demək bütün müxalif partiyanın liderlərindən debatlarda oluram. Bu həmin siyasi mədəniyyətin, necə deyəli, bir proyeksiyasıdır, bir ifadəsidir. Biz bu addımları atırıq və indi də məlum hadisələr, məsələn, Vəhdət Partiyasında ayın 14-də keçirilən qurultayında bilirsiniz ki, partiya rəhbərliyində də dəyişiklik baş verdi və Adəm Bakuvi partiyanın rəhbəri seçildi. Bəli. Tanıyıram və ziyalı insandır və eyni zamanda onun fikirləri, baxışları, mövqeyi, yazıları, təhlilləri, kitabları, bunun hamısını biz bilirik, xəbərimiz var. Azərbaycan cəmiyyətində nüfuza malikdir və belə bir şəxsin partiya rəhbəri getməsi ümid verir ki, Azərbaycan siyasi meydanında Vəhdət Partiyasının yeri və çəkisi artacaq. Bu inam içərimizdə var. Eyni zamanda digər partiyalarda baş verən dəyişikliklər də bu inamı yaradır ki, deməli yeni nəfəs gəlir, yeni ab-hava gəlir və bu yeni nəfəs, yeni ab-hava onu gətirib çıxara bilər ki, bu partiyalara üzv olan insanların sayında dəyişiklik baş verə bilər. Yəni insanlarda inam yaranıb bu partiyaya üzv olmaq istəyən insanlar ola bilər. Bilirsiniz, bir 700 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü var. Bu, Ulu Öndərin yaratdığı partiya Cənubi Qafqazın ən böyük partiyasıdır, hakim partiyadır və yarandığı vaxtdan, daha doğrusu 1995-ci ildən başlayaraq bütün parlament, prezident və bələdiyyə seçilən qalibi olub. Xalqın dəstəklədiyi partiyadır və Cənab Prezident İlham Əliyev bu partiyanın rəhbəridir. Ancaq əhalimizin sayı bir 10 milyonu ötüb keçib və 5 milyondan artıq da bizim seçilərimiz var. Düzdür? Bir 700 mindən çox hər bir partiyanın üzvüdürsə, digər partiyalarında bir götürsək, hərəsində 5 mindən üzvü olanda görün nə qədər insan var ki, onlar bitərəf və heç bir partiyanın üzvü deyil. Düzdür? Belə olan vəziyyətdə yeni simaların partiya rəhbərliyə gəlməsi və qurultaylarda onlara rəhbər seçilməsi ona gətirib çıxara bilər ki, o insanlar ki, siyasi baxımından gələcəyini müəyyən eləməyib, bir tərəf qalıb, heç bir partiyanın üzvü olmayıb, bu insanlar seçmə eləyə bilərlər. Siyasi fəallıq ola bilər. Siyasi fəallıq yenilikdir. Məsələn, mən dediyim kimi, Bakuvi mən tanıyıram və hesab edirəm ki, fəal insandır, həmişə mövqeyi olub, həmişə bu insanın dövlətçiliklə bağlı mövqeyi olub, dövləti müdafiə edib. Və bu baxımdan belə insanların bu günlər partiya rəhbəri getməsi çox müsbət hadisədir. Partiya rəhbərliyinin başlaması müsbət hadisədir və hesab edirəm ki, müəyyən mənada bu siyasi politikanın daha rəngarəng olmasına və Azərbaycanda siyasi fəallığın artmasına gətirib çıxara biləcək. Bəli. Ümid edək, partiyalarımız yenilənir, yeni nəfəslər, yeni simalar gəlir, yeni simalar da inandıra biləcəklər vətəndaşları. Bəli, partiya həm də canlı rüşəyimdir, dəyişimlər olması
vacibdir. İnsan ümumiyyətlə dəyişimlər istəyir, yaxşı dəyişimlər Bəli. istəyir. Ümid eləyək ki, bunlar hamısı dövlətimizə, dövlətçiliyimizə xidmət edəcək bir addımlar olacaq, yeni simalar dövlətə müxalif də deyil, daha demək olar ki, o müəyyən o əməllərində, işlərində dövlətin yanında olacaqlar. Çox təşəkkür edirəm. Elmo mənim var olun. Siz də sağ olun, Suallarınızı minnətdaram. ətraflı, belə geniş cavablandırdığınız üçün ümid eləyək ki, həm də bölgəmizə tezliklə sülh gələcək, dünyamıza tezliklə sülh İnanaq, buna gələcək. inanaq, Bəli, bəli. buna inanaq. Təşəkkür edirəm. Çox sağ olun. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma kanalımıza abunə olmağı da unutmayın. Kanalımıza abunə olun. Videolarımızı mütləq paylaşın. Paylaşın ki, burada apardığımız müzakirələrdən daha çox vətəndaşlarımız xəbərdar olsunlar. Son olaraq yenə xatırladım ki, aparıcınız mən idim Bəturə Nəbiyeva, qonağımızsa millət vəkili, siyasi elmlər doktoru professor Elman Nəsirov idi. Sağ olun, salamat qalın. Sonunda isə Azərbaycana təşəkkür borcumuzu unutmuruq. Təşəkkürlər Azərbaycan. Yaşadığın və yaşatdığın üçün təşəkkürlər.